zövqlü insanlar hər zaman gəlib Mətin oğluna müraciət edəcəklər. Hətta vəfamızın evlərdə mənə biləm ki, Mətin oğluna müraciət edəcək. İnşallah. Xeyirli olsun. Yaxından izləyicilər bilir ki, neçəncə artıq açılışlardır ki, biz izləyirik. Çox xeyirli olsun, huzuru bərəkətli olsun, gəlişli geçişli olsun. Doğrudan da zövqlü insanların seçimi olacaq. Hamı bilir ki, çünki mən də efirində hər zaman deyirəm, Mətin Görünür xanımın oğludur. Görünür xanım efirə görəcək, Görünür mənim çox yaxın dostumdur, biz bir ailə kimiyik, amma onlardan hər zaman sevinirəm. Düşünürəm ki, hər zaman düşünərək işlər görürsə və buradan istəyirəm xalqımızı müraciət edəsə bir sahibkar xanım kimi ki, Mətin oğlu da nə gözlərilir? Artık bildiğiniz gibi bugün Metin oğlunda